Amma yenə deyirəm, mən də rəqəm səsləndirmək istəmirəm ki, dəqiq olsun, amma fantastik rəqəmlərdir. Rəqəm olmasa da ad səsləndirə bilərikmi? Hansı məktəblərdən söhbət gedir? Hansısa bir tədris müəssisəsi olar? İndi mən dövlətlə bağlı onu deyəcəm. Prosta özəl məktəblərin demək olar ki, elə hamısında bu fantastik qiymətlərdir. Siz bir onu araşdırma aparsaz, baxsaz, özünüz mühəttəl qalır. İlliyi bəlkə də 100 mini filan aşan məktəblər var. Yəni görürsüz ki, bunların qiymətinə evlər almaq olar, maşını. Yəni bu axı bunun müqabilində onlar nə təhsil verirlər? Sonda əgər bu uşaqlar gəlib ay valideynlər qulağınızı açın, eşidin. Yenə sənin uşağın, o birisinin uşağı gəlib eyni imtahanı verir. Hansısa bir repetitor yanına gedəndə uşaq eyni balı, 700 balı toplayırsa, sən o boyda pulları havaya niyə üfürürsən? Niyə görə? Ona görəmi ki, tədris orada ingilis dilindədir. İnanın mənə, siz elə ondansa həmin o illər ərzində uşağınızı məktəbə getməklə, repetitorla məşğul olmaqla paralel yaxşı bir ingilis dili müəlliminin yanına qoyun. O müddət ərzində o pulun %, yoxu 1/1000-ni versəz ingilis dilində, fransız dilində, alman dilində sərbəst öyrənəcək uşaq. Yəni sizi aldadırlar, doluyurlar. Belə şey mi olar? İnsanlar bunun niyə fərqində deyil? O uşağın keçirdiyi stress də var.